Yenə də məhkəmə, yenə də polis. Mülayimə Aysel Manaflı həmkarı Vəfa Şərifovanı polisə verib. Yəni ondan şikayət edib. Axşam nöqtəsi xəbər verir ki, buna səbəb Vəfanın Aysellə açıq-saçıq görüntüləri ilə şantaj etməsi olub. Aysel video yayaraq bildirib ki, Vəfa onun görüntülərinin əlində olduğunu iddia edir və mən də gördüm belə bir xanım belə hissələnmişdi. Manafova eyni zamanda Vəfa Şərifovanın uşaqların atası iş adamı Famil Xəlilovun da ona hələ qorxu gəldiyini bildirib. Ay Famil müəllim, bax həmişə deyirəm, sizə tövsiyə, məsləhətim, arvad işinə qarışmayın da. Bax, qarışmayın, hər dəfə sizin adınız sallanır. Sonra biz də sizin adınızı çəkəndə deyirlər, Famillə işin yoxdur, adını çəkmə. Bax, burada deyirlər ki, artıq Vəfa Şərifovanın uşaqların atası, məsələn, həyat yoldaşı demirlər ki, uşaqların atası, iş adamı Famil müəllim də artıq hədə qorxu gəlir. Eləmə də, qoy arvadlar bu məsələni özləri həll etsin də. Ay Famil müəllim, qurban olum sizin arvad işinə niyə qarışırsınız? İş adamısınız, maşallah, pulunuzu balta kəsməz, bu boyda sevgililəriniz var. Siz qarışmayın arvad işinə, onlar özləri həll edəcək. 2 dəqiqənin içində həll edəcəklər. Mehriban da olacaqlar, gedib oturacaqlar restoranda, kebab da yeyəcəklər, lülə də yeyəcəklər, balıq kebabı da yeyəcəklər, nə bilim, qara kürüyü, ağ kürüyü, siz qarışmayın və qız deyib ki, Vəfa məni təhdid edir, şəratı əlində oteldə çəkilən əxlaqsız görüntülərim var. Hətta onun bir neçə şəxsə göndərdiyini deyir. Ona dəfələrlə bildirdim ki, məni təhdid edərsən, böhtan atarsan, yəni polisə şikayət edərəm. O israrla video görüntünü mənə məxsus olduğunu vurğulayır və mənim şərəf və ləyaqətimi alçaldır. Və yenə də deyirəm ki, deyib ki, bəs Famil Xəlilov da məni təhdid edir, nə bilim, nə edir, sözlər deyir falan. Qurban olum sizə, gəlin yaxşılıq edək. Famil müəllim, siz arvad işinə qarışmayın. Qoy arvadlar dalaşsın, sonra da barışsın. Şəbnəm həkimin əlaqə nömrəsi buradadır. Həkim kosmetoloqum. Arada bir ona da müraciət edin. Bir üzünüzə, gözünüzə baxsın, bir əməliyyat etsin, bir nə bilim proseduralar etsin. Əməliyyat o etmir, səhv etdim. İndi burada yazacaqlar, niyə sənin üzvü gözəlləşdirmir? Mən neyinim ki, vaxtım olur, gedəcəm onun yanına. Məndən bu qədər, məhz Sarı Səfra Bahadurdan bu qədər. Famil müəllim, arvad işinə qarışmayın. Qoy özləri danışsın, barışsın, dalaşsın.